Bəs niyə Qrinlandiya hər tərəfi buzlu örtülür? Qrinland yəni yaşıl torpaq adları. Amma qonşu İslandiya demək olar ki buz yoxdur, adı isə Iceland, yəni buzlu ölkə. Bunun günahkarı Norveçlərdir, yəni Norveçli vikinglər. Məhz onlar bu adada ilk dəfə ayaq basırlar və gördüklərinə görə də ad qoyurlar. İslandiyanın 9-cu əsrdə kəşf edilirlər və o vaxt ada qar, buzlaq və aysberqlərlə dolu idi. Elə buna görə də əvvəlcə onun adını qoyurlar Snowland, sonra isə Iceland. Qrinlandiya isə Norveçlər yalnız bir əsr sonra çatdılar. Həmin dövrdə planet indiki qlobal istiləşməyə bənzər bir mərhələ yaşayır. Buna görə də adanın cənub-qərbi sahillərində heç də qarlı deyildi. Əksinə, yaşıl yaşayış üçün tam yararlı bir ərazi idi. Təxminən belə görünürdü. Qrinlandiya buzsuz, ortada nəhəng göllərlə dolu. Yeri gəlmişkən vikinglər bununla da dayanmadılar. Onlar müasir Kanadaya qədər çatacaqlar və əslində Kolumdan çox əvvəl Amerikanı kəşf edəcəklər. Və üzümə görə oranın adını Vinland qoyurlar. Yerli hindular dilində Kanada sadəcə bir şey deməkdir. Kənd, sadəcə kənd. Bəs siz ada tapsanız adını nə qoyardınız?